Salam, axşamınız xeyir olsun. Günaz TV-yə baxırsınız. Studiyada Aynur Zahid. Əvvəlcə əsas xəbər başlıqlarına qısaca nəzər salaq. İran yenə qonşularını hədələdi. Tehranın hava limanı boşaldılıb. Məşəddəki hotel binasına Trampı hədələyən baner asıldı. Xamneyə yaxın qəzet Trampın başını istəyirik. İranı darmadağın edəcəyik, Vince'dən açıqlama. Yeni isə da ətraflı ərazilərini və hərbi infrastrukturlarını İrana qarşı hücumlar üçün ABŞ-yə verən ölkələr ciddi fəsadlarla üzləşəcəklər. Bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqai bildirib. Avropadakı ərazilərini, bazalarını və infrastrukturlarını ABŞ və İsrailin hücumları üçün təmin edən tərəflər öz iştiraklarına və sonraki nəticələrə görə məsuliyyətdən yayına bilməzlər deyə açıqlamada deyilir. Qeyd edək ki, bundan əvvəl bəzi İran rəsmiləri müharibənin başlayacağını və ABŞ-nin bölgə ölkələrindəki bazalardan İrana hücum etməyəcəyi təqdirdə də Körfəz ölkələrini hədəf alacaqlarını bildirmişdilər. Ötən gün ABŞ-nin növbəti hücumlarından əvvəl Tehranın Mehrabad Beynəlxalq Hava Limanı təxliyə olunub. Bu barədə yerli mənbələr məlumat yayıb. Məlumata görə ABŞ-nin hücumlarından əvvəl hava limanında olan sərnişin və yük təyyarələri ölkənin şərqinə tərəf yollanıblar. Bunun təyyarələrin hücumlar zamanı məhv edilməməsi üçün edildiyi bildirilib. Qeyd edək ki, bundan əvvəl 40 günlük müharibə dövründə də İran təyyarələri Pakistan və Əfqanistana göndərilmişdi. ABŞ-nin son hücumları zamanı Sistan və Bəlucistan əyalətinin İran şəhərinin hava limanı və Sepah qərargahı vurulub. Bu barədə Bəlucistan İnsan Hüquqlarını Sənədləşdirmə şəbəkəsi məlumat yayıb. Qeyd olunan hədəflərə zərbələrdən sonra bir neçə güclü partlayışın olduğu, hadisə yerlərinə çox sayda yanğın söndürən texnika və ambulansların cəlb olunduğu bildirilib. İnsan tələfatı barədə hələlik məlumat verilməyib. Sosial şəbəkələrdə yayılan fotoda Məşəd şəhərindəki otellərdən birinin binasına ABŞ prezidenti Donald Trampı hədələyən böyük banerin asıldığı görünür. Banerin üzərində ingilis dilində Trampı öldürəcəyik ifadəsi yer alıb. Eyni mətn banerin aşağı hissəsində fars dilində də yazılıb. İranın sərt mövqeyi ilə tanınan Keyhan qəzeti Donald Trampın öldürülməsini istəyib. Qəzet Trump sağ qalmamalıdır və Trumpın başını istəyirik başlıqları ilə dərc olunan iki ayrı yazıda Donald Trump və İsrailin baş naziri Benyamin Netanyahuya qarşı sui-qəsd çağırış edib və bunu İranın keçmiş lideri Əli Xamneyinin öldürülməsinin qisası kimi təqdim edib. Günaz TV-nin məlumatına görə İran lideri tərəfindən baş redaktor təyin olunan radikal mövqeli Keyhan qəzeti çərşənbə günü dərc olunan sayında birinci səhifəsində Donald Trampın ABŞ prezidentinin İran tərəfindən öldürülməsinə çağırış edib. Keyhan daha sonra İran rəsmilərinə müraciətlə yazıb. Rəsmilər Trump və Netanyahunun öldürüləcəyini açıq şəkildə elan etsinlər. Qəzetin baş redaktoru Hüseyn Şəriət Mədari də ayrıca yazısında Donald Trampın İran tərəfindən vacibül qətl elan edilməsini və hökumət tərəfindən bunun üçün mükafat təyin olunmasını istəyib. O, ABŞ ilə davam edən danışıqlara toxunaraq yazıb. Trampın mühakimə və cəzalandırılması üçün İrana təhvil verilməsi tələbi İranın bir neçə şərtindən biri və anlaşma memorandumunun ilk bəndi olmalıdır. Son günlər İranın keçmiş lideri Əli Xamneyinin dəfni mərasimi ilə eyni vaxtda təsadüf edən bəzi tədbirlərdə onun ölümünün qisasının alınması ilə bağlı şüarlar səsləndirilib. İyulun 8-i və 9-unda ABŞ-nin İrana hücumları nəticəsində 14 nəfər ölüb, 78 nəfər isə yaralanıb. Bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb. Hücumlar zamanı ölkənin 5 əyalətində onlarla hədəfin vurulduğu bildirilib. ABŞ vitse-prezidenti İranı Hörmüz boğazı ilə bağlı sərt şəkildə xəbərdar edib. J.D. Vance deyib, əgər onlar gəmilərə atəş açsalar, biz onları darmadağın edəcəyik. Bu qədər sadədir.
Günas TV-nin məlumatına görə ABŞ vitse-prezidenti J.D. Vance çərşənbə günü İranın Vaşinqtonla əldə olunan razılaşmanı pozduğunu bildirərək xəbərdarlıq edib ki, gəmilərə hücumlar davam edərsə, ABŞ indiyənədək olduğundan daha sərt cavab verəcək. O həmçinin vurğulayıb ki, Donald Trumpın Hörmüz boğazını açıq saxlamaq üçün çoxsaylı variantları var və əlavə edib, əgər onlar bu marşrutu bağlamağa cəhd etsələr, ABŞ ordusunun cavabı ilə üzləşəcəklər. Bu açıqlamalar Donald Trumpın İrana qarşı yeni hücumlarla bağlı xəbərdarlığından və ABŞ-nin İranın cənubundakı hədəflərə endirdiyi zərbələrdən sonra səsləndirilib. İranın ballistik raket buraxılışlarından sonra İordaniyada hava həyəcanı elan edilib. Bu barədə İsrail mənbələri məlumat yayıb. Məlumata görə İranın raket buraxılışları fonunda ölkənin müxtəlif bölgələrində xəbərdarlıq siqnalları işə salınıb. Hadisə ilə bağlı əlavə məlumat gözlənilir. Bununla yanaşı Sepahın Bəhreyn və Qətərə də raketlər buraxdığı bildirilir. Bəhreyn hava hücumundan müdafiə sistemləri gün ərzində krallığı hədəf alan bir neçə İran raketi və pilotsuz uçuş aparatını havada məhv edib. Bu barədə Bəhreyn Müdafiə Qüvvələri məlumat yayıb. Hərbi qurumun bəyanatında qeyd olunub ki, İran raket və PUA hücumları ilə sistemli düşmənçilik siyasətini davam etdirir və mülki əhalini hədəf alan bu hücumlar beynəlxalq humanitar hüququn açıq şəkildə pozulması kimi qiymətləndirilib. Bəyanatda bütün hərbi bölmələrin yüksək hazırlıq vəziyyətində olduğu bildirilib və sakinlərə hücumların qalıqları ola biləcək şübhəli əşyalara yaxınlaşmamaq tövsiyə olunub. Bəhreynin Daxili İşlər Nazirliyi ölkədə hava həyəcanı siqnallarının verildiyini açıqlayıb və vətəndaşlarla ölkədə yaşayan sakinləri sakit olmağa, ən yaxın təhlükəsiz sığınacağa getməyə çağırıb. İdman xəbəri ilə davam edirik. Taekvondo üzrə Şərqi Azərbaycan əyləti üçün dünya çempionatında ilk medal qazandıran tanınmış idmançı və taekvondo məşqçisi Məhəmmədəli Qadiri dünyasını dəyişib. Bu haqda yerli media məlumat yayıb. Onun iyulun 7-sində ürək tutması səbəbindən həyatını itirdiyi bildirilib. Qədəri 1986-cı ildə Avstraliyanın Darwin şəhərində keçirilən 7-ci Asiya Taekvondo çempionatında bürünc medal qazanıb. Bu tarixi nailiyyətlə o, Şərqi Azərbaycan Taekvondo tarixində Asiya çempionatında ilk medalçı kimi adını əbədiləşdirib. Bununla yanaşı o, həmin ildə Seulda keçirilən başqa beynəlxalq yarışda da medal qazanıb. Məhəmmədəli Qadiri 6 il milli taekvondo komandasının əsas üzvü olub və müxtəlif beynəlxalq arenalarda yarışıb. Belə hörmətli tamaşaçılar, bu saata çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.